Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 5 oktyabr 2025 tarixində Güvənin 11-ci sinif buraxılış imtahanı üçün keçirmiş olduğu birinci sınaqda düşən riyaziyyat suallarının izahlarını paylaşacağam. Bu A variantı testidir. Deməli, 61-ci sualda deyir ki, A tək, B isə cüt ədəd olarsa, aşağıdakılardan hansıların qiyməti cüt ədəddir? Burada ən sadə yol bu misalı həll etmək üçün ən sadə yollardan biri ən kiçik qiymətlər verməkdir A-ya və B-yə. A tək ədəd olduğu üçün A-ya deyək ki 1 verərəm. B də cüt ədəd olduğu üçün B-yə də verək 2. Və variantlarda A-ların yerinə 1, B-lərin yerinə 2 qoyaq. Hansının cavabı cüt alınsa, həmin ifadə deməli cütdür. Burada A kvadratı plus 3AB veribdir. A kvadratı 1-in kvadratı 1 üstəgəl 3AB, yəni 3 vur 2. 6, bu da elədi 7. Bu tək ədəd oldu. Deməli, bu deyil. Üçüncüyə baxaq. B-nin kvadratı, B 2-dir də, kvadratı 4, üstəgəl. A-nın kvadratı, A da 1-dir, kvadratı 1. Bu da elədi, yox, bir dəqiqə, burada 2 misli var, hə? Üstəgəl 2A kvadratıdır. Yəni, 2-ni də 1-ə vuranda 2. Elədi 6. 6 cüt olduğuna görə, deməli, bu cütdür. Üçüncünü götürəcəyim. İkinciyə baxaq. A vur B. Yəni 1 vur 2 üstəgəl B-nin kvadratı. Yəni 2-nin kvadratı 4. Elədi 6. 6 cüt ədəd olduğuna görə deməli bu cütdür. Burada isə 3AB üstəgəl B kvadratı verib. Yəni 3 vur 2 üstəgəl B-nin kvadratı B2-dir, kvadratı 4. 6 üstəgəl 2 10. 10 da cüt olduğuna görə deməli bu da cütdür. Doğru cavab 2, 3, 4. C variantı. Baxaq növbəti 62-ci suala. Aşağıdakılardan neçəsi doğrudur? Baxaq, A ilə B-nin kəsişməsi deyir A-nın ad çoxluğudur. Birinciyə baxıram. A ilə B-nin kəsişməsi. Gəlin bunları Eyler-Venn diaqramı üzərində göstərək. A ilə B-nin kəsişməsi haradır? Bax, bu hissə. Və bu deyir ki, A-nın ad çoxluğudur. Bəli, bax bu bizim bu ştrixlədiyimiz hissə həqiqətən də A çoxluğunun içində olduğuna görə, A çoxluğuna daxil olduğuna görə, deməli A çoxluğunun ad çoxluğu olacaq. Bu bir doğrudur. İkinciyə baxaq. İkincidə deyir ki, ikincini də Eyler-Venn diaqramında göstərən, yəni bu tip misalları Eyler-Venn diaqramında göstərəndə aydın olur, yəni nə demək istəyir. A ilə B-nin kəsişməsi, yəni söhbət bu hissədən gedir. A ilə B-nin kəsişməsi. Burada isə A ilə B-nin birləşməsini verib. A ilə B-nin birləşməsi haradır? Bax, bu ümumi qırmızıladığım hissə. Deyir, kəsişmə bu birləşmənin ad çoxluğudur. Bəli, həqiqətən də bu kəsişmədəki elementlər, bax, görürsünüz bura, birləşmənin içinə daxil oldu. Deməli, ad çoxluğudur. Bu da doğrudur. Üçüncüyə baxsaq, üçüncü də verib ki, A-nın boş çoxluqla kəsişməsi bizə A çoxluğunu verir. Belə deyək də, A hər hansı bir çoxluqda içində elementlər olan. Boş çoxluğun içində heç bir element yoxdur. Heç bir element yoxdursa, bunların kəsişməsi necə A çoxluğunu verə bilər? Yəni, birləşməsi A çoxluğunu verər də, kəsişməsi verməz. Kəsişməsi boş çoxluq olacaq. Çünki boş çoxluğun heç bir elementi yoxdur, A çoxluğundakı elementlərlə kəsişsin. Ona görə də bu səhvdir. Dördüncü, A-nın boş çoxluğunla birləşməsi A çoxluğunu verir. Bəli, A-nın boş çoxluğunla birləşməsi həqiqətən də bizə A çoxluğunu verir. Beşincidə isə deyir ki, A ilə B-nin birləşməsi, gəlin belə göstərək, A ilə B-nin birləşməsi budur. Və bizə deyir ki, A çoxluğu haradır? Bax, budur da A çoxluğu. A çoxluğu A ilə B-nin birləşməsinin ad çoxluğudur. Bəli, həqiqətən də gördüyünüz kimi mənim qara ilə ştrixlədiyim hissə, qırmızı ilə ştrixlədiyim hissənin içindədir. Deməli, həqiqətən də olacaq ad çoxluğu. Bu da doğrudur. Neçə dənəsi doğru oldu? 4 dənəsi doğru oldu. Doğru cavab D variantı. Baxaq növbəti suala. Rənglənmiş hissəni tapın. Rənglənmiş hissəyə fikir versək, görərik ki, bax bu A çoxluğudur, doğru mu? Bu isə C çoxluğudur. Bu A-nın bu hissəsini götürüb və bir də C-nin bu hissəsini götürüb. Haranı çıxıb? A-nın və C-nin hansı hissələrini daxil eləməyibdir? B-yə daxil olan hissələrini buradan çıxıbdır. Yəni, B-yə daxil olan hissələrini götürməyibdir. Deməli, onda A ilə B-ni birləşdirib, ondan da B-yə daxil olan hissələri çıxsaq, yəni fərqini götürsək, ştrixlənmiş hissəni alarıq. Deməli, A ilə C-nin birləşməsinin B-dən fərqi.
Doğru cavab B variantı. Növbəti 64-cü sual. İfadəsinin qiymətini hesablayın. Elə adi qaydada hesablasaq, bunu 2-də 3 eləyir toplayanda, bunu çıxanda 3-də 2 eləyir. Bax, bunları 3-də 3 kimi yazıram, bunu 2-də 2 kimi yazıram, bunu 4-də 4 kimi yazıram və bu şəkildə hesablayıram. 1-in üstünə 4-də 1 gələndə 4-də 5 eləyir, 1-dən 5-də 1 çıxanda 5-də 4 eləyir və s. Sonuncu isə 24-də 25 eləyir. İndi ixtisarlara fikir versək, 2 ilə 2 gedir, 3 ilə 3, 4 ilə 4 gedir, 5 ilə 5. Bax, bunlar hamısı deməli nə olacaq? Hamısı bu şəkildə ixtisar gedəcək. İfadəsinin qiymətini hesablayın. Və nəticədə bir dənə, bax, bu sonuncu qalacaq. Bu 2 dənə eyni ixtisar getdi, 1 verdi. Bu 2 dənə bir-biri ilə ixtisar gedir, 1 verir. Bu şəkildə bütün ixtisarlar gedəcək və bir dənə sonuncu qalacaq. O da doğru cavab B variantı. Baxaq növbəti suala. Növbəti 65-də. Şəkər tozunun 1 kiloqramının qiyməti 2x manatdır. Deməli, 1 kiloqramının qiyməti 2x manatdır. Əgər şəkər tozunun qiyməti 25% artarsa, 2x manat idi. 2x manatı 25% artırmaq demək, onun 125%-ni tapmaq deməkdir. 3x manata neçə kiloqram şəkər tozu almaq olar? Artıraq görək nə qədər eləyir artırandan sonra qiymətimiz. İxtisarlara baxsaq, 2 ixtisar eləsəm 50, 5 ixtisar eləsəm 10, 5 ixtisar eləsəm 25, 5 ixtisar eləsəm 2, bu da 5. 5-i 2-yə böləndə 2,5x-dir. Deməli, şəkər tozunun 1 kiloqramının qiyməti artıq 2,5x oldu. Və bizə deyir ki, 3x manata neçə kiloqram şəkər tozu almaq olar? Şəkər tozunun 1 kiloqramı 2,5-dirsə, 3x-i bölürəm 2,5x-a, görüm nə qədər mən şəkər tozu ala bilərəm. İxtisarlara baxsam, x-lar getdi ixtisar, vergül atıram, bura bir 0 atıram və 30-u 25-ə bölürəm. 5-i ixtisar eləsəm 5, 5-i ixtisar eləsəm 6. 6-nı da 5-ə böləndə 1,2. Deməli, 1,2 kiloqram şəkər tozu ala bilərik. Doğru cavab B variantı. Növbəti ifadəsinin qiymətini hesablayın. Gəlin hesablayaq. 4-də 3 bölünsün. Bax, bu surətdə 4-də 3-dən 1-i çıxıram. 4-də 3-dən 1 çıxanda mənfi 4-də 1 qaldı. Məxrəcdə 1-dən 4-də 3 çıxıram. 1-dən 4-də 3 çıxanda da müsbət 4-də 1 qalır. Mənfi 4-də 1-i müsbət 4-də 1-ə böləndə mənfi 1 eləyir. Və 4-də 3-ü də mənfi 1-ə böləndə, burada üstəgəl 1 də var. Onu yazmamışam. Üstəgəl 1 də var sonrasında. Üstəgəl 1. Bu eləyir mənfi 4-də 3. Üstünə də 1 gələndə, mənfi 4-də 3-ün üstünə 1 gələndə bunu 4-də 4 kimi yazsaq, 4-də 4-dən 4-də 3 çıxırıq və cavab 4-də 1 edir. Doğru cavab C variantı. Növbəti 67-də bu şərtini ödəyən A, B, C, D, E müsbət ədədlərində hansı ən böyükdür? Deməli, gəlin baxaq. Burada ən asan yoluna belə baxaq da. Ən asan yolunda belə baxaq. Hansını daha böyük? Yəni, belə deyək. A deməli 5x imiş, B 6x imiş, bu 7x imiş, D 8x imiş, E də 9x imiş ki, bunları bu nisbətə böləndə hamısı bir-birinə bərabər olub. Yəni, x-a bərabər olubdur. Və müsbət ədədlər olduğuna görə, deməli, x müsbətdir. Və bizdən ən böyüyünü istəyir. Ən böyüyü gördüyünüz kimi x-in 9 misli olar da ən böyük. Ən böyük 9 misli olduğuna görə doğru cavab E burada ən böyükdür. Doğru cavab E variantı. Baxaq növbəti suala. 18 ədədi 30 ədədinin neçə faizidir? Bunu tapmaq üçün 30-u x-ə vurub 100-ə bölürük, bərabər edirik 18-ə. Yəni, 18-i 100-ə vurub 30-a bölmək lazımdır. Sıfırlar ixtisar getdi, 3 ilə 18 ixtisar gedir, 6 qalır. 6-nı da ona vuranda 60. Deməli, 60%-dir. Doğru cavab E variantı. Növbəti sual. A, C, P nöqtələri bir düz xətt üzərindədir. A, C,
P nöqtələri bir düz xətt üzərindədir. T, K, S nöqtələri də bir düz xətt üzərindədir. AP plus PS bərabərdir AC-yə. Bunlar ayrı-ayrı düz xəttlərin üzərindədir də. Bu nöqtələr hansı nöqtələr digər ikisi arasında yerləşir? TKS nöqtələri də bir düz xətt üzərindədir. Bunlar ayrı-ayrı düz xəttlərdən söhbət gedir. TKS. Bilmirəm, hələ ki şərt olaraq bunları qeyd eləmişəm. İndi hansı-hansının arasında yerləşir müəyyən eləyəcəyik. Deməli, belə baxaq da. Şərtlərə baxaq. AP-nin üstünə PS gələndə, bax AP budur. Üstünə PS gələndə bizə AC-ni verir. Vermir axı. Deməli, biz səhv nişanlamışıq. Onda belə olacaq da. P burada olacaq, S də burada. İndi baxın. Nə deyir? AP-nin üstünə, bax AP buradan buradır. PS-ni gələndə, PS buradan buradır. Verir bizə AC-ni. Bəli, həqiqətən də bu iki parçanı toplayanda bizə AC-ni verəcək. Deməli, P nöqtəsi digər ikisinin arasındadır. Bir də digərinə baxaq. TK-nın üstünə KS gələndə, TK budur. Üstünə gəlsəm KS, bizə TS-ni verəcək. Bəli, deməli, bunu düz eləmişik. K-da T ilə S-nin arasındadır. Deməli, P və K digər iki nöqtələr arasında yerləşəcək. Doğru cavab B variantı. Növbəti 70-dən şəkildə BC paraleldir DK-ya. BC buradadır da. BC paraleldir DK-ya. Sonra DK perpendikulyardır DE-yə. DK hardadır? DK perpendikulyardır DE-yə. DE də buradadır bax. Yəni bu 90 dərəcə yaradıbdır. Bucaq ABC 48 dərəcə olarsa, bax bu bucağı veribdir. 48 dərəcə olarsa, bucaq BDE-ni. BDE-ni. Bax bizdən bu bucağı istəyir. Gəlin baxaq. Deməli, bax, başqa rəng götürək. Bax, bu iki paralel düz xətt bizə şərtdə veribdir, paraleldir. Bu da onları kəsən. İndi bu bucaqla, deməli, bu bucaq uyğun bucaqlardır. Onda bunlar bir-birinə bərabərdir də dərəcə ölçüləri. 48, ABC 48-dirsə, bu bucaq da 48-dir. Bununla da bax, bu bucaqla da bu bucaq qarşılıqlı bucaqlardır. O 48-dirsə, bu da 48-dir. Daha sonra, axı biz bu bucağa 90 dərəcə demişdik. Onda 90-dan 48-i çıxıram. 42. Bura olur 42 dərəcə. Bura 42 dərəcədirsə, heç ona ehtiyac yoxdur. Heç onu tapmağa ehtiyac yoxdur. Bax. Axı bura açıq bucaqdır. Və bu hissə də 90 dərəcə olduğuna görə 180-dan 90 çıxanda, deməli bu hissə də 90-dır. Vəssalam, bizdən tələb olunan bucağın artıq neçə olduğunu bilirik də. Burada da bizdən tələb olunan bucaq. 90-la 48-i toplayırıq. Və olur 138 dərəcə. Doğru cavab E bəndi. Növbəti 71-də 3/4 nisbətində olan 2 ədədin cəmi 28 olarsa hasilini tapın. Deməli, onda birinə 3x deyərəm, birinə 4x deyərəm. Cəmi 28-dirsə, 7x 28-dirsə, x də 4-dür. Onda gəl bu ədədləri tapaq. Biri 3x idi axı. 3 vur 4, 1 olur 12, o birisi də 4 vur 4, olur 16. Hasilini istəyir də, 12 vururuq 16-ya. Olur deməli, 12 bir yadda, 72, 12. Deməli, 192 edir doğru cavab. B variantı. Baxaq növbəti suala. Deməli,
Burada nədir? A da B-dən sıfırdan kiçikdir. Yəni mənfi ədədlərdir. Bax, hər ikisi mənfi ədəddir. Və A B-dən də kiçik ədəddir. Yəni belə deyək də, məsələn, A -5-dirsə, B misal üçün də -3-dür. Misal üçün. Yəni A B-dən də kiçikdir. İndi gəlin bunu hesablayaq. Burada nə verib? Modulda A üstəgəl B üstəgəl modulda 2 çıx B. Biz bilirik ki, moduldan ədədi çıxartmaq üçün onun daxilindəkinin mənfi yoxsa müsbət olduğunu təyin etməliyik. Baxıram, bu mənfidir yoxsa müsbət. A da B də mənfi olduğuna görə, təbii ki, mənfi ədədin üstünə mənfi ədəd gəlinə mənfi ədəd eləyəcək. Axı moduldan müsbət çıxmalıdır. Onu da qarşıya mənfi atıb bunu çıxardırıq ki, müsbət olsun. Burada isə B mənfi ədəd olduğuna görə, o mənfi ədəd bu ortadakı çıxmanı toplanmaya çevirəcək və mən 2-nin üstünə hər hansı bir müsbət ədəd gəlmiş olacaq. Yəni cavabım müsbət olacaq. Ona görə də modulun içi müsbət olduğuna görə bu moduldan olduğu kimi çıxır. Və mənfi A çıx B üstəgəl 2 çıx B. Hesablasaq, deməli, mənfi A qalır. Mənfi B-ni çıxanda mənfi 2B üstəgəl 2. Doğru cavabımız olur bu şəkildə. Mənfi A çıx 2B üstəgəl 2. Doğru cavab C variantı. Baxaq növbəti suala. Gündə 5 saat işləyərək 20 kvadrat metr sahəni 4 gündə şumlayan bir işçi gündə 6 saat işləyərək 30 kvadrat metri neçə günə şumlayarlar? Baxaq, gündə 5 saat işləyir, 20 kvadrat metr sahəni, bax bu saatdır, bu kvadrat metr sahəni 4 günə şumlayır. Bəs gündə 6 saat işləyərək 30 kvadrat metr sahəni neçə günə şumlayar? Əvvəlcə bunlara baxırıq. Tərs mütənasibdirlər, yoxsa düz mütənasibdirlər? Saatla deməli, kvadrat metr düz mütənasibdir. Çünki mən iş saatımı artırdıqca, təbii ki, mənim bir gündə işləyəcəyim, yəni sahə daha böyük olacaq. Yəni şumladığım sahə daha çox olacaq. Daha çox saat işləsəm, daha çox yer şumlayacağam. Yəni düz mütənasibdir. Düz mütənasib olduğuna görə bu hissə belə çarpaz şəkildə vurulur. İndi bu hissənin mütənasibliyini yoxlayaq. Kvadrat metr, yəni belə deyək, bir gündə 20 kvadrat metr. Mənim şumlayacağım sahə artdıqca mən deməli daha uzun müddət, yəni daha çox günə şumlamış olacam da. Bir var ki, 5 kvadrat metr sahəni şumlayam, bir günə qutararam. Amma 10 kvadrat metr sahəni şumlayıramsa, artıq 2 günə qutarmalıyam da. Yəni şumladığım sahə artdıqca günüm də artır. Yəni işlədiyim gün də, müddət də artır. Ona görə burada düz mütənasibdir. Və belə çarpaz şəkildə vururuq onda. 6-nı 20-yə vururam, onu da vururam x-a bərabər olur. 5-i 30-a vururam, onu da vururam 4-ə. Deməli, 5-i 30-a, 5-i 4-ə 20, 20-ni 30-a 600, burada olur 120. 120 vur x bərabərdir 600-ə, x də bərabərdir 600-ü 120-yə böləndə 5. Deməli, 5 günə qurtarar. Doğru cavab B variantı. Burada nə deyir? Mənfi 2,3 ədədinin kəsr hissəsini tapın. Mənfi ədədlərin tam hissəsi buradakı olandan 1% kiçik olur. Yəni mənfi 2,3-ün tam hissəsi mənfi 3-dür. Biz də bilirik ki, ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən çıxmalıyıq onun tam hissəsini. Gəlin hesablayaq. Mənfi 2,3 üstəgəl 3, o da eləyir. 3-dən 2,3 çıxanda 0,7 olur doğru cavab. 0,7. Növbəti 75-də 138 ədədinə hansı ən kiçik ədəd əlavə olunmalıdır ki, alınan ədəd 12, 16, 18-ə qalıqsız bölünsün? Gəlin əvvəlcə biz 12, 16 və 18-ə bölünən ən kiçik ədədi tapaq. Yəni onların əkobunu tapacağam. 12, 16 və 18-i. Vuruqları ayıraraq, sadə vuruqları ayıraraq da tapa bilərsiniz. Və yaxud da buradan ortaq vuruq tapıb örtəcə xaricinə çıxardaq. 2-dir də.
Ya da belə sadə vurğulara ayıraq, tez tapaq. 2, 6, 2, 3, 3, 1. 16-nı ayırsaq 2, 8, 2, 4, 2, 2, 2, 1. 18-i sadə vurğulara ayırsaq 2, 9, 3, 3, 3, 1. İndi gəl baxaq. Əkob tapıram da. Böyüyünü götürürəm 18-i. Böyüyündə olmayanlar. Böyüyündə olmayanlar deməli 3 dənə 2 yoxdur. 3 dənə 2 yoxdur. Qalan hamısı var da. 3 dənə 2-nin hasili 8 eləyir. 18-i 8-ə vururam. 64, 144. Deməli, əkobumuz 144-dür. İndi bizə deyir, 138-ə hansı ən kiçik ədədə əlavə edim ki, 144 eləsin? Bu da, təbii ki, 144-dən 138-i çıxırıq və qalır 6. Doğru cavab 6-dır. Yəni, 6 əlavə eləməliyik. Sonra, burada nə deyir? Düstur tətbiq edirik də. NA birləşir B bərabərdir. NA üstəgəl NB çıxılsın. NA kəsişir B düsturumuz. NA birləşir B 30-dur sayı. A-nın elementlərinin sayı 24-dür. B-nin elementlərinin sayını axtarırıq. Kəsişməsi də 12-dir. Hesablayaq. NB bərabər olur. 24-dən 12 çıxanda eləyir 12. 30-dan da 12-nə çıxanda cavab olur 18. Baxaq növbəti. Növbəti səhifədəki testlərə baxaq. Yağlılığı 2% olan 12 kiloqram südə yağlılığı 4% olan 18 kiloqram süd qarışdırılır. Alınan qarşılığı yağlılıq faizini tapın. Bax, bu bizim olsun südlərimizin qablarıdır. Yağlılığı 2% olan 12 kiloqram südə yağlılığı 4% olan 18 kiloqram süd qarışdırıldığına görə toplayıram və alınan qarşılığın yağlılıq faizini istəyir. Bu x-i tapmalıyam. Alınan qarşılığın çəkisi nə qədərdir? 12 üstəgəl 18. 30 kiloqram çəkisi var. Və salam, 12-ni 2-yə vururam, üstə gəlirəm. 18-i 4-ə vururam, bərabərdir. 30-u vururam x-a. Hesablayıram. Bu eləyir 24, bu eləyir 72. 24-ün üstünə 72 gələndə, deməli 30 vuru x bərabərdir. 24-ün üstünə gəlirəm 72, 96. X də bərabərdir. 96-nı 30-a bölürəm. 96 böl 30-a. 3-ü ixtisar eləsəm, burada 32 qalır. 32-ni də ona böləndə 3,2. Deməli, alınan qarşılığın yağlılıq faizi 3,2% olacaq. Növbəti 78-də 2 ədədin əkobu 90, əbobu 5-dir. Bu ədədlərdən biri 10-dursa, digərini tapın. Əkobu, eyni ədədlərdən söhbət gedir. Əkobu 90-dır. Əbobu, həmin ədədlərin 5-dir. Biz də bilirik ki, əkob AB-nin əbob AB-yə hasili A vur B-yə bərabərdir. İndi burada bildiklərimizi yerinə qoyaq. Əkob AB-ni bilirəm 90-dır. Əbob AB-ni bilirəm 5-dir. A-nın qiymətini bilirəm 10-dur. B-ni buradan tapıram. Və salam. Burada 0 ilə 90-ın 0 ixtisar gedəndə B bərabər olur 9 vur 5, 45-ə. B-nin qiyməti olur. Digər ədədimiz yəni 45-dir. Sonra 79. Bölən 14, natamam qismət 25, qalıq 10 olarsa, bölünənin sadə bölənlərinin sayını tapın. Bölən 14. Bax, ədədi 14-ə bölürəm. Ədədim bunu özüdür. 14-ə böləndə. Qismət 25-dir, qalıq 10-dur. Bölünənin sadə bölənlərinin sayını tapın. X nə olur? 25 vur 14, üstəgəl 10. Yəni, bölünən necə tapılır? Qisməti bölənə vurub, üstünə qalığı əlavə edirəm. Hesablayaq. 25-i 14-ə vururam. 22 yadda. 8, 10, 5, 2, 0, 5, 3. 350. 350. Üstünə də 10 gələndə 360. Deməli, hansı ədəddən söhbət gedirmiş? 360 ədədindən söhbət gedir. Gəlin indi 360-ın sadə bölənlərinin sayını tapaq.
Bunun üçün 360'ı sadə vurğulara ayırıram. 180, 2 dəfə 90, 2 dəfə 45, 3 dəfə 15, 3 dəfə 5, 5, 1. Sadə bölən demək, müxtəlif sadə vurğuların sayı deməkdir. Gəlin baxaq, burada görək neçə dənə müxtəlif sadə vurğu var. 1 dənə, 2 dənə və 3 dənə. Deməli, 3 dənə sadə böləni var. Duzluluq faizi 15% olan 40 kiloqram duzlu su məhlulundan neçə kiloqram buxarlandırmaq lazımdır ki, məhlulun duzluluğu 25% olsun? Bax, qablarımızı çəkirəm, yəni qablar üsulu ilə həll edək. Duzluluğu 15% olan, bax, bunun duzluluğu 15%dir. 40 kiloqram duz məhluludur. Bundan nə qədər su buxarlandırmaq? Buxarlandırmaq dediyinə görə çıxıram. Nə qədər su buxarlandırmaq lazımdır? Bilmirəm axı nə qədər su buxarlandırmışam. X götürürəm. Bəs bunun suyun içində duzun faizi nə qədərdir? Suyun içində, yəni təmiz suyun içində duz yoxdur axı. Ona görə 0% götürürəm və alınan məhlulu 25% olsun deyir. Çəksi nə qədərdir alınan məhlulun? 40 kiloqramdan x kiloqram buxarlandırmışamsa 40-x kiloqram burada məhlul qalıbdır. Deməli onda 40-ı vururam 15-ə, bax bu hissəni bir-birinə vururam, çıxıram. X-i vururam 0-a. Bərabərdir 40-x-i vururam 25-ə və hesablayıram. Bu 0 elədi, getdi. Gəlin rahat olsun deyəm. Birinci ixtisarlar eləyək. Bax bu 25 ilə 40 vur 15-i ixtisar eləyirəm. Bu 5 eləyir, bu 3 eləyir. 5 ilə də bu 40 ixtisar gedir, 8 eləyir. Və olur 40 x bərabərdir. 8 vur 3 24-ə. X də bərabərdir 40 24-ə. O da eləyir 16. Doğru cavabımız olur 16. Növbəti 81-də A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. Gəlin yazaq. A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. Bax, nə deyir? Yazdım. B ədədinin 4 misli C ədədinin 5 mislinə bərabərdir. C ədədi A ədədinin neçə faizidir? Gəlin hesablayaq. Deməli, bax, burada eyni dəyişənlərin, bax, bu əks tərəfində duran bu rəqəmlər var. Bunlar eyni olmalıdır. Eyni olmalıdır ki, biz burada kommütanasiv əmsalı ilə nisbətlər verə bilək. Burada duran 3-dür, burada duran 5-dir. Hamısını neçəyə vursaq bunlar eyniləşər. Yəni 3 ilə 5-i eyni neçəyə gətirə bilərik? 15-ə. 15-ə gətirmək üçün bunun hər tərəfini 5-ə vururam. Bax, bunu 5-ə vurdum, elədi 15. Bunu da 5-ə vurdum, elədi 10. Bunun da hər tərəfini 3-ə vururam. Bunu 3-ə vuranda elədi 12. Bunu da 3-ə vurdum, elədi 15. Görürsünüz, artıq B-nin qarşısında duranlar, B-nin əks tərəfində duranlar eyni ədədlər oldu. Eyni ədədlər oldusa, onda biz bir kommütanasiv əmsalı verərək bunların A-nın, B-nin və C-nin qiymətini müəyyən edə bilərik. A olur. Bax, bunun qarşısında duran, bax, birinin qarşısında duran o birisinin nə olur? O birisinin qarşısında duran o birisinin nə olur? Məsələn, A olur 10K, B olur 15K. Burada da B 15K'dır, elə bunu yazmışam. C nədir? 12K. Məsələn, A-nın, B-nin, C-ni K ilə müqayisə elədim. İndi bizə deyir, C ədədi A ədədinin neçə faizidir? C 12K'dır, A da 10K'dır. 12K 10K'nın neçə faizidir? Bunu tapmaq üçün 12K'nı 100-ə vurub 10K'ya bölmək lazımdır. İxtisarlara baxaq. K'lar getdi, 0-la da bu getdi. Və 12-ni 10-a vuranda eləyir 120% olur. Belə. 82-yə baxaq. 82-də deyir ki, şəkildə AB KF-ə paraleldir. Bax, paralel. Biri bununla paraleldir. BC BO-ya perpendikulyardır. BC BO-ya. Bura perpendikulyar. 90 dərəcədir, yəni bu. Sonra FY FO-ya perpendikulyardır. Bu da 90 dərəcədir. ABC bucağı X-dir. Yazıb da üstündə, da bir də yazmıram. Bütün hamısını nə veribsə yazıbdır.
B, O, F'i tapın deyir. B, O, F'i. Bax, bu bucağı bizdən soruşur. Belə eləyək də, gəlin uzantıları çəkək. Bax, bu düz xətt. Biz nəyi bilirik? Bu düz xəttdən bilirik, bu düz xətti bilirik. Bax, bu düz xəttin. Gəlin bu şəkildə bir uzantısını çəkək. Kəsənini çəkirəm. Bax, bu uzantısını çəkdim. İndi burada nələri bilirəm? Baxaq. Bax, bu 65 dərəcədirsə, bu onunla qonşu bucaqdır da. Dərəcə ölçüsü nə qədər olacaq? 180-dan çıxaq 65-i. 5, 115 dərəcə. 5, 115 dərəcə budur. Sonra, bu 115 dərəcə. Sonra, bax, burada bir dördbucaqlı yaranıb da. Qabaq dördbucaqlı yaranıb. Dördbucaqlının daxili bucaqlarının cəmi 360 dərəcədir. Onda mən bu bucağın dərəcə ölçüsünü tapa bilərəm. Necə tapıram? 360-dan çıxıram. Digər bucaqların 90-ı, 48-i, bir də 115-in cəmini. Çıxaq hesablayaq. 360-dan çıxıram. 90-la 48-i toplayanda 138. 138 ilə də 115-i toplayıram da. 115-i toplayanda 13, 1 yadda 4, 5, bu da 2. 253-ü çıxıram. Qalır 7, 0, 107 dərəcə. Deməli, bu bucaq 107 dərəcədir. Bu bucaq 107 dərəcədirsə, bu bucaq deməli, haradır 107 olan? Bax, bu hissə 107-dir də, elə. Bax, bunun belə uzantısını çəksəm, bu hissə onunla qonşu bucaqdır da. Onda 180-dan 107-ni çıxıram. 180-dan 107-ni çıxıram və tapıram ki, deməli 73 dərəcədir. Bax, bu bucaq 73 dərəcədir. İndi bu bucaq 73 dərəcədirsə, və salam da, burada dördbucaqlı yaranı baxın. Bu bir dördbucaqlıdır da. Dördbucaqlının da daxili bucaqların cəmi 360 olur axı. 360-dan çıxaram bu digər 3 dənə bucağın cəmini. Bu da 90-dır da. 90-ları bizə veribdir. 360-dan çıxıram. 73-ün üstünə 73 gələndə 146. 146-nın üstünə 90 gələndə 6, 13, 236. 360-dan da 236 çıxıram 4. 5-dən də çıxanda 2. Bir dəqiqə 4. 5-dən 3 çıxdım 2. 3-dən 2 çıxdım 1. 124 dərəcə olur deməli bizdən tələb olunan bucaq. Baxaq növbəti məsələyə. Növbəti səhifədə deməli deyir ki, ədəd oxu üzərində 2x plus 7 nöqtəsi ilə 3x plus 3 nöqtəsi arasındakı məsafə 9 vaiddir. X-in mümkün qiymətlərinin cəmini tapın. Burada deməli 2 hal ola bilər. Ya 2x plus 7 deməli əvvəldə 3x plus 3 sonra da yerləşir. İkinci halda isə bəlkə 3x plus 3 əvvəldə 2x plus 7 sonra yerləşibdir. İki hal üçün də deməli məsafəni hesablayırıq. Məsafəmiz 9-dur. Yəni birinci halda 3x plus 3-dən çıxacam 2x plus 7-ni bərabər olacaq 9-a. Hesablayaq. 3x plus 3 çıx. Mötərizəni açsam qarşıda çıxma var axı. 3x-dən 2x çıxanda x, 3-dən 7 çıxanda -4 bərabər 9-a. X bərabərdir 9-un üstünə 4 gəlirəm. 13. Birinci halda x-in qiyməti 13-dür. İkinci halı hesablayaq. İkinci hal üçün isə 2x plus 7-dən çıxacam 3x plus 3-ü bərabər olacaq 9-a. 2x plus 7 çıxılsın 3x çıx 3 bərabərdir 9-a. 2x-dən 3x çıxanda -x plus 4 bərabərdir 9-a. -x bərabərdir 9-dan 4 çıxanda 5-ə. X də bərabərdir -5-ə. İkinci halda isə x-in qiyməti -5 oldu. Bizə deyir, mümkün qiymətlərin cəmini tapın. 13-ün üstünə gəlirəm, -5 və cavab edir 8. Belə.
Sonra 84-dən A, B, C, D, E, F ədədlərinin ədədi ortası 87-yə bərabərdir. Bu ədədlərə hansı yeni ədəd əlavə etmək lazımdır ki, ədədi ortağı 93 olsun? Deməli, bunların cəmini bölürəm sayına, alt dənə ədəd var, bərabər olur 87-yə, ədədi ortamız 87-dir. Gəl bu ədədlərin cəminə 1x deyək. Yəni, bir də təkrar həmin hərfləri yazmayaq da. Deməli, x bölü 6 87-yə bərabərdirsə, bu ədədlərin cəmi, yəni x neçədir? 87 vur 6, 42 4 yadda, 48, 52. Düz elədikdə 42 4 yadda, 48-in üstünə 4, 52. Deməli, 522-dir bu ədədlərin cəmi. Deməli, bizə deyir ki, hansı yeni ədəd əlavə edək? Ədədlərin cəmi 522-dir. Təzə ədəd əlavə edirəmsə, üstünə y gəlirəm. Bölünsün, artıq sayı əvvəl 6 dənə ədəd var idisə, artıq 7 dənə oldu. Bərabərdir 93 olsun deyir və həll edirik. 522 üstə gəl y bərabərdir 93 vur 7. 93-ü 7-yə vuranda deməli nə eləyir? 21 2 yadda 63 65 y də bərabərdir 651-dən çıxıram 522-ni. 9 4-dən 2 çıxanda 2, 6-dan 5 çıxanda 1. Deməli, 129-u əlavə etmək lazımdır. Növbəti 85-ci sualda uyğun tərəfləri paralel olan bucaqlardan biri x plus 20-dir, digəri isə 4x çıx 10-dur. X-in mümkün qiymətlərinin cəmini tapın. Uyğun tərəfləri paralel olan bucaqlar ya eyni adlıdırsa bir-birinə bərabər olur, müxtəlif adlıdırsa cəmi 180 dərəcə olur. Deməli, iki halı edirik. Bir dəfə bərabər edirik bir-birinə və x-i tapırıq. X çıx 4x bərabərdir mənfi 10 çıx 20. Mənfi 3x bərabərdir mənfi 30. X də bərabərdir mənfi 30 mənfi böləndə 10. Deməli, birinci halda x-in qiyməti 10-dur. İkinci hal bəs nədir? Cəmi 180 dərəcə halına baxırıq da. Müxtəlif adlıdırsa, bunların cəmi 180 olmalıdır. 5x çıx plus 10 bərabərdir 180-da. 5x bərabərdir 180-dan 10 çıxıram 170. X də olur 170-i 5-ə bölürəm 34. İkinci halda isə deməli x-in qiyməti olur 34. Cəmini istəyir. 34-ün üstünə 10 gəlirəm, yəni x-in cəmini istəyir və 44 olur. Belə, bugünkü sınaqda düşən riyaziyyat suallarının izahlarını paylaşdıq. Bu videomuzda bu qədər. Sağ olun.